Ağızda elə bir dağılır ki, deyirsən bu nədir belə, ev boyu yayılan o unun, yağın, isti ətri. Sizə bir sir deyim. Hər dəfə mən deyirəm, resept nə qədər sadə olsa da ətir və texnikadan çox şey asılıdır. İndi isə gəlin başlayaq. Unu tökürəm tavaya, üzərinə də yağı əlavə edirəm. Və digər tərəfdə də keçirəm halvamızın şərbətini hazırlamağa. Pesokla sudan ibarətdir şərbət. Azca da sarıkök və darçın əlavə edirəm şərbətə. Burada artıq vamxotda halvamız qovrulmağa başlayır. İnanın ki, evi bürüyən o buram-buram kərə yağı ilə unun ətri zövq verir insana. Burada qozu çox xırda olmamaq şərti ilə doğrayıram və artıq halvamız hazırdır. Şərbətlə halva bir-birinə qovuşanda ortaya çıxan görüntü mükəmməldir. Abunə olun, fikirlərinizi gözləyirəm.